Keçmişi köhnəliyi xatırladan olduğumuz ərazi paytaxtın cənub girişi Səbail rayonu 20-ci sayı yaşayış massividir. Daha dəqiq desə, Bayıl qəsəbəsindən Bibiheybət məscidinə gedəndə yolun sağ tərəfidir. Burada olmamızın səbəbi də bu dəfə də buranın sakinlərlə həmsöhbət olmaq, ümumiyyətlə hər şeylə maraqlanmaqdır. Neçə ildir burada yaşayırsan da? 75 yaşı. Bu evlər də yəqin daha əvvəl tikilib yoxsa necə? Anan rəhmətli, atası rəhmətli buradan yaşayıblar. Atası müharibədən sonra qalıb burada, Qoçpildə. Anası orada işləyib. Bu illər ərzində dəyişiklik çoxdur yoxsa? Evlər də yaxşı tikiblər, o yan bu yan. Əvvəl necə idi bəs? Elbəttə belə asfalt yox idi. İndi asfalt var, mağazinlər var. Burada böyümüsünüz. Köhnə dostlardan qalan var yoxsa? Var 2 dənə qalıb vəssalam. Rəhmətə getdilər. Bəs bu evlər planı düşübmü? Bilmirəm, xəbər deyirlər kötüşüblər. Mən 75 yaşayıram. Deyirlər, sındıracaqlar o yan bu yan. 66-cı ildən burada yaşayıram. Elə nə var, eyni şeydir. Bir balaca binalar, millətlər təşkil biraz. Millət forması dəyişilib. Yəni burada... Yəni gələnlər çoxdur? Gələnlər var, gələnlər çoxdur. Futaroy deyirlər o tərəfə, yəni ikinci sahə. O tərəfə də Muxtarovdur. Duvar çatıb sayılır bura. Düzdür, yeni tikirlər var, amma köhnə tikirlər də çoxdur. Bu evlərdə, bu ərazidə infrastruktur yaxşıdırmı? Məsələn, kommunal xidmətlər, digərlər. Suyu, qazı, işığı gəlirmi? Yox, var, yox. Yalan deyil. Neçə yaşın var abi? 75. 75 ildir burada yaşayırsan, hə? Hə. Burada yaşadığın illəri, günləri necə xatırlayırsan? Uşaqlığın keçib burada. Yəni nə dəyişib burada? İnsanlar dəyişib, yoxsa ərazi dəyişib, nə dəyişib? Hər şey yaxşıdır. İnsanlar da yaxşıdır, mehribandır. Dəyişən yoxdur. Dəyişən yoxdur. Qoca, o da mənim yaşımdadır. Uşaq vaxtında da görmüşük iş. 75 il. 75 ildir qonşususa? Hə. O vaxtki qonşular yaxşıdır, yoxsa indiki qonşular? Hamısı yaxşı. O vaxt bu gün, indi də yaxşıdır. Nə işlə məşğulsunuz da? Mən həkiməm. İndi fəaliyyət göstərsin. İşləyirəm. Bir həkim kimi sizə ehtiyacı olanların yardıma qaçmısınızmı bu illər ərzində? Qonşular, yaxınlar? Mənə müraciət edən hər bir kəsin qulluğunda durmağı bacarmışam. Gücüm, imkanım nəyə çatır, mən onu etmişəm. Məhbə xanım, burada çoxdan yaşayırsınız? Bəli, Neçənci ildə? 80-dan. 80-ci il. Bəli. Həmişə burada yaşamaq fikriniz var? Yox, istəyirəm köçüm gedim. Şərait yoxdur. Evimiz də balaca otaqlardır, külfət çoxdur. Buralar sökülməlidir də, gözləyirik. Bəs buranı sevirsiniz, ümumiyyətlə ərazini? Sevirəm, yaxşıdır. Qabaqlar yaxşıdır, indi yox. İndi insanlar çoxalıb, dəyişilib. Yaxşısanmı? 75-ə çatmışam, deməli yaxşıyam. Burada doğulmusunuz, böyümüsünüz? Hə, burada doğmuşam, anam da, mən də burada doğmuşam. Bakılıyam, buralıyam, 20 il. Hə. Ərazi olaraq çoxmu dəyişiklik var burada? Arazi hə, stadion buradadır, maşallah. Futbola hərdən baxırıq. Təmizlikdir, marketlər var yaxında, maşallah indi. Bəs bu ərazini başqa bir ərazidə dəyişərsinizmi? Yoxsa elə həmişə burada yaşamaq istəyirsiniz? Elə bura yaxşıdır. Mən hamı tanıyır, hörmətim var burada çoxdur. Sinif dostlarımla 10 nəfərdən, ən yaxın dostlarımla elə 2 nəfər biz qalmışıq. Allah rəhmət eləsin. İnstitut dostlarım da dəyişib, məktəbdə dostlarım dəyişib. Buradan mən hərdən olur dostlarımla kim qalıb da bu dünyada 20-25 dəqiqə gedib Aznefdə çatır. Deməli biz mərkəzə yaxınıq. Çox super ərazidir, qəşəng. Şəhərə yaxın, rayona yaxın, dənizə yaxın. Deyirlər söküləcək, amma bir şey yoxdur da. Amma qəzalıdır da. Yaşamaq üçün uyğun deyil artıq. Xeyr. Daha evə də girib baxan fotoğraf başımıza çıxır. Gəlib baxırlar, məsələn, müəyyən qurumlar. Bunlar valla bu binanı deyəsən sökməlidirlər, razı deyirlər deyəsən, bilmirəm. Maliyyə cəhətdən deyəsən razı olmayıblar. Münasib qiymət versələr köçüb gedərik. Artıq getməyə vaxtıdır hə burada? Çoxdan, çoxdan. 30 ildir deyirlər ki, bu bina gedəcək. Bu 1800 neçə, bir əsrin, 2 əsrin evidir bura.